Salam hər kəsə, Mafiyari kanalındasınız. Bu gün kamera qarşısına keçməyimin səbəbi bilirsiniz ki, artıq 19 aprel məzunların buraxılış imtahanı idi və mən də o buraxılış imtahanına getmişdim. Video başlığında yəqin ki, bloka aid bir şeylər qoymuşam, amma qısaca o haqqda da məlumat verim. Çünki bənim də YouTube-a bu haqqda bir video çəkirəmsə, mənim nəticəmi də bilməyə haqqınız var deyə düşünürəm ki, nə danışır da bu, yəni öz danışdıqlarını eləyə bildimi bir sualını insan verər. Deməli, ilk öncə ümumi imtahan şeylə danışım. İngilis dilim əgər esse tam bal versələr, 100-dür ki, 0 bal verməyəcəklər məncə. Yəni 97 falan, 97-100 arası bir şey olacaq böyük ehtimalla. Qalan hər şey düzdür. Ümumi deyirəm ki, kodlaşdırmada hər hansı bir səhv eləməmişəm ki, əminəm ki, eləməmişəm. Çox diqqətli eləmişdim. Riyaziyyatım o digər açıqlarımı həqiqətən ətraflı yazmışam. Onlara tam bal vermələri təqdirində bir dənə parabola sualında perimetri keçən il də yeni səhv eləmişdim. Yəni eyni səhvi parabola sualında eləmişdim. Orada perimetri istəyirdim, mən sahə tapmışdım. Burada da perimetri istəyirdim, mən sahə tapmışam. Amma hər şey, həllin hər detal düz olduğu üçün bir də sadəcə sonda tərəflər tapanda üçbucaqlı sadəcə tərəflərdə mən sahə tapmışam, perimetr istəyirmiş. Ona da 3-də 2 verəcəklərini düşünürəm, necə insaflı yoxlasalar. O da hardasa, yəni 24.5 düz eləyirdi. Nə qədər bal alacağın hardasa. Əgər düzgün gəlsə, insaflı yoxlasalar 97.9 bal riyaziyyat eləyir. Amma Azərbaycan dilinə girəndə mən hardasa 50 dəqiqəm vardı Azərbaycan dilinə girəndə. Mən nə tərsə eləmişəm, 20 dəqiqə qrammatikada yubanmışam. Yəni, amma niyə bilmirəm. Yəni əlaqəsiz bir şəkildə hardasa 15-20 dəqiqə o anda saata baxmadım. Qrammatikada yubanmışam və hətta qrammatikada 800 düzüm var. Bir axırdakı 2 sualı belə deyim. Kodlaşdıranda 9-u 10-a, 10-u 9-a kodlaşdırdım. Yox, 9-u 10-a kodlaşdırdım və onun sonlarca baxmadım ki, o kodlaşdırmışam. Onu dəyişə bilməyəcəm, 9-a baxdım. Amma gördüm ki, yarım saat qalıb mən mətnimə. Mən normalda 50 dəqiqə 2 mətn yazan biri olaraq yarım saat 2 mətn yazmalıydım. Amma bilirdim ki, az dillə ingilis dilim yaxşıdır. Mən bunu bada verə bilməzdim. Oturdum, dedim bu sual qrammatika bu sualına baxmayacağam. Süleyman müəllimin o cavab atmaq yolları taktikası var, videosu var. Orada deyirdi ki, hardasa gördüm ki, 7 dənə variantda C variantı gəlmir. Və 10 sualda hər variantda 2 dənə, 5 variantdır. Hər variantdan deməli 2 dənə çıxmalıdır. Görürsünüz bir C yoxdur 10 sualın içində. Onu C atdım, o düz çıxıb. Allahdan bir dənə də çox mal bir səhv eləmişəm. Təşkil edilmiş sözünü mən mürəkkəb feil kimi götürməmişəm. O da nə tər beynimdədir. Keçən il eyni sualı qrammatikadan səhv eləmişdim. Onu mən ol et bil sözünü feili birləşmə kimi götürmüşdüm. Amma halbuki elə deyil də. Yəni ol et bil tərkib yaratmır. Və mən də ağlım çetəlçidir ki, eyni səhv eləməyim, bir də götürdüm onu mən elə bildim mürəkkəb feil yaz. Halbuki mürəkkəb feildir də bu nəsə də əlaqəsiz bir şəkildə 10 səhv eləmişəm. Yəni 9 dənə qrammatik ola bilərdi, amma 8 qrammatik oldu. Nəsə sağlıq olsun. Bu getdi. Mətnə girdim, yarım saat vaxtım var. Mənim də deyirəm bütün əziyyətim az ingiliscə olan bütün əziyyətim getdi də. O anda o fikirləşirəm. Amma dayanmadım. Yəni fəlsəfəmiz nədir? Tatakaya. Axıra qədər bunu deyə getmişəm. Girdim açıqlardan, gördüm ki, həqiqətən də 9 mart və 15 mart açıqlarına çox oxşuyur. 2 nüans soruşur. Məsələn, deyir 2 cümlə verib deyir bunu zənginləşdirir. 2 dənə müddəalar biraz qəribə müddəalar idi falan. Biraz bədii mətn daha çətin gəldi mənə. Başladım açıqlarda, amma nətər fikirləşmədən yazıram da. Yəni ruçkanı qoydumsa yazıram. Ağlıma o an nə gəlirsə yazıram ki, buradan bal alım mən. Bal alım. Yəni tam bal almasam da yarım bal, 3də 1 bal alam. Ki məqsədim odur da, çünki biraz daha vaxtım olsaydı mən onları daha fikirləşib yaza bilərdim. Sözün şeyi var. İzahı var. İzahı deyil, nəsə qarşılığı. Oradakı sözün qarşılığına ağlıma ilk nə gəlir onu yazıram da. Fikirləşmirəm ki, bu məcazi olmalıdır, bu həqiqi olmalıdır. Ağlıma ilk nə gəlir yazıram ki, tam bal deyil hədəfim. Yarım bal da olsa mən buradan bal alım. Açıqlar birinci bədii mətnin açıqlarını bitirdim, qapalılara girmədim. Çünki qapalılara girsəydim, o bir publisik mətn qalacaq idi, test alacaqdılar əlimdən. Keçdim birbaşa qapalılara keçmədən, keçdim o bir publisik mətni oxudum, onun açıqlarına girdim. Açıqlarda da eyni şey eləyirəm. Ağlıma ilk nə gəlir onu yazıram. İlk nə gəlir onu yazıram ki, bal alım. Sonra 8 dəqiqə qalmışdı. Mən 10 dənə qapalı sualım var idi. Mətndən qalmışdı. Nə qarıram? Deməli, həmişə elədiyim bir şey deyil əslində, amma bilirdim ki, hardasa imtahanda belə bir şey olacaq və bunu alışdırmışdım özümü. Nə qarıram?
1 2 3 4 5 şeyləri yoxdur, məddələri yoxdur deyə düzü seç. Məsələn, variantlarda 1 2 3 1 4 5-dən 3 4 6 var. Olar. Nə qarım? 2 dənəsini çıxıb variant işarətləyirəm. 2 dənəsini çıxıb 3 variant çıxıb 2 variantda birini işarətləyirəm. Birini işarətlə publistika elə getdim. Artıq 2 dəqiqə qalmışdı ki, 2 dəqiqə. Amma bizim imtahanımız da 2 dəqiqə gec başlamışdı. 2 dəqiqə qalmış ki, mən bədii mətnin açıqları, qapalıları dururdum. Gördüm ki, çatdıra bilməyəcəm. İkisini təcili yazdım. Yox, hardasa ikisini yazdım. Onda biri səhv çıxıb. Çünki variant çıxıb nə qədər, hara qədər hamısını düz yaza bilərəm ki. O biri 3 variantda da gördüm ki, ikisini yazdım. Sonra birini də belə başdan sona işarətlədim. Hardasa bir varianta baxıb. Ölüm 2 sualım var. Bu nəzarətçi başımın üstündədir. Yenə Süleyman müəllimin taktikası. Gördüm ki, D gəlmir. 6 variantda D yoxdur. İkisini D işarətlədim. Onda bir düz çıxıb publistik mətndə 2 dənə. Deməli 8 qrammatika düzümü oldu, 2 dənə publistik mətnin qapalısından düzümü olub, 5 dənə də 5 dənə publistik mətnin qapalısından düzü. Yəni hamısı düzdür publistik mətnin qapalılarının. Bədii mətndə ikisi düzdür. Yəni 2 dəqiqə nə yazacaq idimsə yazacaq idim. Oradan da ikisi də düz çıxıb. Yəni biraz hayf oldu Azərbaycan dilim. Hardasa açıqlara da baxmamışam qorxumdan. İmtahan cavabı çıxanda baxaram. Yəni artırıb artırmamağım, 265-i keçib keçməməm biraz şübhəlidir. Artıq böyük ehtimalla keçmişəm. Amma nə qədər keçmişəm biraz sual işarəti. Nəysə, Azərbaycan dili olsa əvvəldən zəhləm gedirdi, yaxşı deyildi. İndi də alınmadı. Nəsə. Sağlıq olsun, əsas blokdur, bloka davam. Hədəflədiyim bala çatmaq üçün hələ şansım var. Başlayaq blokumuza. Bloku birinci blok qrupun blokundan danışıram və bundan sonraki yol xəritəmdən danışacağam. Buraxışda danışmışdımı bilmirəm. Hardasa onun 90%-ni yerinə yetirə bildim. Bəzi hissəsi qaldı. Baxın, 47 gün qalıb bloka. 47 gündə çox şey dəyişdirməli olur və ümid edirəm ki, mən bloku bu günə qədər bloku çox da yaxşı oxumamışdım. Yəni dedim, bu il çox da yaxşı oxumamışdım. Amma hələ də təməlim var və bir şeyləri 20-nin altına düşmürəm də, belə deyim. Məsələn, riyaziyyatda 20-nin altına düşürsəm bir biabırçılıqdır. Amma düşmürəm. Tetikçisə dəfə ki 30 uyub deyəsən. Nəysə, arada bir düşür qalxır. O biraz modumdan və beynimin açıq olma aralığından və yatdığım yuxudan asılı olan bir şeydir. Nəsə, onu düzəltmək olar, hələ ki indi çalışmaq lazımdır. Baxın, riyaziyyatdan sizə tək tövsiyəm. Toplumdakı bütün sualları işləyin. 2025 toplumundakı bütün sualları işləyin. Bütün sualları. Hər şeyi işləyin. İşləyə bilmirsiniz. YouTube-a izahdan baxmağa heç əlləşməyin. Gemini-niz var da yəqin ki. Şəkli çəkin, atın Gemini-yə ki, bunu mənə izah et. İzah elədiyim. Deyək ki, malı anlatır deyə izah elədi. Yəni mən malam, onu anlatır deyə izah elədi. Onu da başa düşmədin. Hansı nüansı başa düşmədiyini bu adama yaz ki, mən bu nüansı başa düşmədim və mənə bunu izah elə. Bunu fizikada deyə bilirsən, kimyada deyə bilərsən. Kimyadan şiddətlə Şəmstan müəllimi tövsiyə edirəm toplu izahlarını. Əgər sıfırsızsa kimyadan, alın bir toplu alın qoyun qabağınıza. YouTube-dan da açın Şəmstan müəllimin həmin o mövzunu izahını, hansı mövzunu işləyirsinizsə. O desin, baxın, o falan sualın izahını deyil. Dayandırdınız, həmin sualı öz-özünüzə başa salsa bir də deyin. Eyni şey 100 test və 100-ündə deyin. İnandırım sizə ki, siz uğursuz olmayasınız. Telefonumun yaddaşı dolmuşdu, onu təmizləyirdim. Kimya zaten blok asan düşür. Asan düşür deyim, yəni asan hamı yazacaq kimi yoxdur. Yəni əziyyət çəkən və həqiqətən haqqını verən biri yazacaq kimyadan. Birinci qrup cəhətdən deyirəm. Dördüncü qrupdan çox da bir məlumatım yoxdur, yəni də təcrübəm yoxdur, məlumatım var. Belə bir şey. Və bunun üçün deyirəm ki, kimyanı belə davam edeyim, mən də belə davam edəcəm. Keçən belə eləmişdim, yazdım. 87 idi mənim blokum kimyadan. Deməli ki, yazmaq olur. Bu ildə bəzi şeylər çox şey yadımdan çıxıb, amma yenə də 47 gün qısa müddət deyil. Riyaziyyat dedim, bir də deyim. Riyaziyyatda bəzi şeylər var ki, onları anlamaq lazımdır da. Yəni, bu niyə belə əyridir? Anlamaq lazımdır. Yəni sual tipi əzbərləməyin artıq dövrü keçir kimi yavaş-yavaş. Bir buraxışda eləcək, blokda elə bir şey olmamalıdır. Olsa belə ən azından dərk eləyərək öyrənin də ki, onsuz da sual tipləri düşür də. Yəni sual tipləri dediyim nədir? Məsələn, xüsusi bir sual şeyindən sən bilmən gərəkən şeyi soruşmaqlarından qırağı çıxmırlar. Yaxşı, bu nə deməkdir? Çox pərakəndə baş saldım, anlatım. Yəni səndən deyək ki, X bir kavramı, X bir anlayışı bilib-bilmədiyini ölçmək istəyir. Və bunun üçün müəyyən sual tipləri var ki, sən bunu bununla ölçürlər də, başa düşdün? Yəni, fərqli sual tiplərini qaçmırlar. Dedik, indi türk sualı salıblar falan,
deyirik buraxılışda. Düzdür, salıblar, yəni türk sualıdır. Amma belə deyim, biraz daha geniş fikirləşəndə başa düşürəm. Süleyman müəllim deyir ki, ora ədəbiyyat siyahısı verilib ki, məsələn, abituriyent jurnal verəndə orada ədəbiyyat siyahısı verilir ki, imtahan bu ətrafında hazırlanır və orada YÖS kitabı yoxdur. Orada nə bilim 3D, TYT, AYT, geometri yoxdur. Düz deyir. Amma biraz daha çıtanı yuxarı fikirləşəndə ki, bu adamlar bunu salır da, sala bilərlər. Sala bilərlərsə biz də buna hazır olmalıyıq. Hazır olmaq üçün nə qarmaq lazımdır? O parabol sualda nə var? Evklit teoremi bilməlisən, bir də ki, M-in orta nöqtələrini bilməlisən. Yəni sən iki anlayış bilirsənsə, bunu çıxartmağa çox da çətin bir şey deyil. Və blokda da eyni şey eləyəcəklərsə, biz həqiqətən də nəyin nə olduğunu biləndən sonra onu çıxarda bilərik də. Yoxsa bu sual tipini belə həll edirlər yox. Bu sual tipini niyə belə həll edirlər? Bunu belə öyrənəndən sonra bir şey qalmır məncə. Riyaziyyatdan belə bir şey deyim. Mövzu ayrı. Əgər təkrar edirsiniz, hansı mövzulardan zəifsizsə, onları birinci topludan başdan sona dediyim, yəni ilk basit suallar işləməsiz də olar. Axıra yaxın çətin suallar hamısını işləyin, hamısını. İşlədiniz, bitirdiniz. Sonra qəbul sualları var. Yəni mövzu ayrılmış qəbul sualları var şeydən, blokdan. Deyəsən PDF Sakit Sultanovun PDF-idir. İndi reklam kimi demirəm, zaten mən də ondan istifadə edirəm deyə. Yəni bir yerə yığılmışdı. Fərq yoxdur, başqa yerdən ötürü. 2019-dan 25-ə qədər olan qəbul suallarıdır. Zaten 19-dan əvvəlcilər topluları yığıblar. Onlar toplularda var. Zaten 19-dan 25-ə qədər də var, amma yenə də. Siz onları bir dəfə də işləyin ki, əliniz alışsın. Bir dəfə topludan işləyin, amma nə tər işlədiyini bilmirsən. Gemini ilə işlət. Bir dəfə də qəbul suallarını işlə. Bir dəfə də qəbulların içində işləyərsən, bitdi də, vəsə. Yəni bir sual tipini 4 dəfə görmək bəs eləmir ki, yazasan. Yəni neçə dəfə görməlisən ki, bu sual tipini? Zaten 47 gün qalıb. Bunu belə eləyin. İndi mən Süleyman müəllimin PDF-ləri var. Onları mövzu seçib, onları işləyirəm. Ayrıca Süleyman müəllim hər dərs sonu sınaq edir. Onları da işləyib səhvlərimi analiz edirəm. İndi mövzu əksiklərim olduğu üçün o qədər səhvim çıxır, aydındır ki. Amma onları da bağladıqca yəqin ki, səhvlərim də azalacaq. Bu belə. Bir də ki, əgər vaxtınız varsa, 20 sınağın mövzu sınaqları, mövzuda işləyəcək mövzu sınaqlarını aparın, bir ümumi sınaqlarını axırda aparın. Həqiqətən keyfiyyətli suallar var orada. Yəni birinci dəfədə gördüyünüz suallar orada olacaq. Aydındır ki, başqa nə deyə bilərəm sizə? Başqa hər şeyi yalıyıb yutulsa, modellər, blokun modelləri ağır olur, amma işləyə bilərsiniz. Mən buraxılış modelləri işləmişdim. Hətta o parabola sualı çox oxşarı var idi buraxılış modellərində. Blok modellərini hələ işləməmişdim. Keçən də işləməmişdim çünki aşırı ağır görmüş gözüm, amma bu il gözümü biraz qaraltmışam. Kimyanı dedim. Kimyanı mövzuları belə aparın. Şəmsdən müəllimlə paralel aparın. Topludakı ən keyfiyyətli izahlar onu 2025 topları. Şəmsdən müəllimin mövzu sualları PDF var, amma o hər kəsə açıq paylaşmır onu. Sadəcə dərs qoşulanlara paylaşır. Amma yəni ehtiyac da yoxdur, qəbul sualları. Ehtiyac var əslində, amma qəbul suallarını işləsəz zaten onun içindədir. Ona görə də çox problem yoxdur. Mövzuları bitirdiniz. Mövzuları bitirdiyinizdə paraleldə 20 sınağın, birinci qrupun 20 sınağının mövzu sınaqları var. Məsələn deyirəm ki, ilk mövzuda azotu, kükürdü, bir də ki, halogenləri bir yerə yığıblar da. Üçü bir mövzudadır. Azotu, kükürdü, halogenləri topludan bitirəndən sonra sən gəl bunu işlə, mövzu sınağını işlə ki, mən bunları nə qədər öyrənmişəm. Nə qədər tənasib qurma bacarığımı inkişaf edib, nə qədər bu reaksiyaları bilirəm mən. Öyrəndim, bitirdim. Mövzuları bitirəndən sonra amma çalışın necə edin ümumi kimyanı. Kimyanı ümumi, qeyri-üzvü və üzvü üçünü paralel aparın. Əgər birin paralel aparmasa da o qopacaq. 47 gün o qədər də böyük müddət deyil. Axıra qalanlar qopur həmişə. Axıra saxlayın ki, azotlu, karbohidrogen falan qalsın. Azotlu üzv birləşmələr və karbohidrogen falan qalsın. Oradan sual ya düşür, ya düşmür, ya düşəndə də nəzəri bir şey düşür də, yəni. Ona görə daha rahat yaza bilərsiniz onları. Onu deyirəm, üçünü paralel aparın. Üçünü paralel. Əgər hansısa biri qopsa, o axıra qalacaq. Məsələn, bir gün 7 gün, 6 gün deyil, deyək ki, bazar günü işə çıxdım. 2 4 6 1 3 yox. 2 4 nə bilim 3 6 1 5 bunları ayırın. Üzvü, qeyri-üzvü ümumiyə bölün və belə aparmağa çalışın. Bir də qəbullar işləyin. 19-a 25 qədər olan qəbullar mütləq işləyin. Lap işləyə bilmirsinizsə, Şəmsdən müəllimi, bax yenə də Şəmsdən müəllimi reklam eləmirəm. Sadəcə özüm faydalandığım üçün deyirəm. Şəmsdən müəllimin kanalında qəbullar, 19-dan 25-ə qədər olan qəbulların hamısını izah verib, adam ətraflı izah edib. Heç beynini yorma. Yaddaşım yenə də oldu. Təzədən boşaltmaq məcburiyyətində qaldım. Davam edək. Harda qalmışıq? Kimyanı dedim. Keçi əsas məqamımız fizikaya. Baxın. Fizikadan mövzu çox yaxşı bilinməlidir. Yəni kimyadan hardasa mövzunu hər şeyi ilə bilməsən belə yaza bilirsən, çıxarda bilirsən onu. Hətta birinci qrup kimyası bir çoxunluğuna riyaziyyatdır da. Hardasa riyaziyyatı yaxşı bilən, biraz da kimyada anlayışı olan yazır.
Amma fizika biraz qəribədir. Həm 1 üçün, həm də 4 üçün. Əslində rahatdır. Fizika, mən deyərdim ki, birinci qrupun ən çətin fənni blokda riyaziyyatdır. Sonra kimyadır, hətta sonra fizikadır. Belə deyim. Hətta kimya ilə fizika bərabər də ola bilər. Niyə görə? Fizikada mövzular yenə aparılmalıdır. Əgər toplayıb vaxtınız çatmayacaqsa, fərqi yoxdur. Başqa cür işləməyə çalışın. Amma mən deyirəm ki, toplu işləyin. Çünki təzə 25 toplusuna təzə ətraflı suallar əlavə olunub və həqiqətən də samballı suallardır. Və gətirib 11-in ətraflı salacaqlarsa, hətta 2-nin ətraflı salacaqlarsa, neçə sual balınız gedir sizin? 18 balınız. Zarafat baldır axı. Ona görə deyirəm ki, toplunu aparın. Yəni deyirəm, 1-lər 1-in, 4-lər 4-ün 20 sınağının mövzu sınaqları var. O mövzuları apardıqca mövzu sınaqlarını da eksiltməyə başlayın. Məsələn, birinci deyək ki, aerohidrostatika və mexanik reaksiya dalğaları bir bölməyə qoyublar və o 4-cü sınaqda deyək ki, 4 idi yoxsa 5 bilmirəm, yadımdan çıxdı, 4 idi başda. O 4-cü sınaqdır ya da 3-dür. Sən topludan aerohidrostatikanı və filan mövzunu işləyib bitirəndən sonra nə qalırsan, həmin o mövzuları işləyirsən ki, mən bu bölməni nə qədər yaxşı öyrəndim. 28 yazmısansa deməli nə bilim 28 böl 30-a vur 100-ə. Bu qədər faiz mən bunu öyrənmişəm. Yəni diqqətsizlik səhv eləmisənsə diqqətsizliyini aradan qaldır. 1 saat 30 sualı yazıb kodlaşdırmaqda 1 saat vaxt sərf eləyəcəyini fikirləş və belə yazmağa çalış. Vaxt çox önəmli nüansdır. Bax mən əlimdən sürüşdü getdim. Mən vaxtımı çatdıra bilmədim deyə bu ildə buraxılış balım. Yəni artırdım, artırmadım şübhəlidir. Görürsüz? Ona görə blokda da eyni şey eləməmək üçün mən daha sürətli yazmağa vərdiş edəcəm. Və siz də bunu eləyin məncə. Çünki blokda vaxt çatmır. Yəni buraxılış fənlərdir. İngilis dili məsələn, ingilis çox tez yazdım da. Amma artıq blokda tez yazacağınız bir fən yoxdur. Əmin olmaq üçün 2 dəfə yoxlayasınızsa da blokda ki, bu bizim son şansımızdır. Onda da yenə vaxtınız gedəcək. Ona görə deyirəm ki, önəmli olan yaza bilməkdir. Önəmli olan sürətli yaza bilməkdir. Okay? Və diqqətsizlik səhvi eləmədən yaza bilməkdir. Bunu kafanıza qazıyın. Fizikadan yəni deyirəm, mövzularla 20 sınaq mövzu sınaqlarını paralel apardınız. Sonra 20 sınaq ümumi sınaqları ilə 2019-dan, hətta 18-dən bəri olan 25-ə qədər olan qəbulları paralel aparın. Ümumi sınaqdan belə. Ümumi sınaq elə bil qəbul işləyir, amma bir tık yuxarısını, məsələn, imtahan çətin salsanı təsəllər, bir tık yuxarısını eləmək istəsəz 20 sınaq. İmtahan tipi deyil, amma fizikanızı ölçür sizin də, yəni fizikanızı ölçür, anlayışınızı ölçür. Belə deyim. Bu da belə, başqa artıq bir şey ehtiyac yoxdur. Modellər, vaxtınız qalsın yenə deyirəm, modellərə baxın, çünki modellərdən də açıq suallara sual düşə bilir. Deyəsən 2023-də düşmüşdü. Deyəsən, yadımda qalmıyordu. Belə. Artıq bir şeydə ehtiyac yoxdur. OTK-lara falan da girməyin. Yəni vaxt ona qədər vaxt yoxdur ki, OTK da artıq o deyil. Yəni imtahan tipi deyil artıq. Çıxdı imtahan tipindən. Buraxılış skandalından sonra zaten göründü. Hardasa hər şey bitirmişəm, OTK işləyirmiş də. Hər şey bitirməmisənsə, dediklərim bu qəbullar qədər getməmisənsə, hətta modelləri belə işləməmisənsə, işləməyin, OTK işləməyin mənası yoxdur. Deyəsən 20 sınaqda OTK-dır, amma 20 sınaq ən azından kompakt bir şeylər sunur sənə də. Yəni ki, hər şey sıralı şəkildədir. Bilirsən ki, yəni demirəm o da mükəmməl bir şeydir, amma ən azından sıralı bir şeylər sunursan. Bir də güvənin 15 sınağı çıxıb deyəsən, ümumi 3 sınaqdır. Özünüzü imtahan provası olaraq yoxlamaq istəyirsinizsə onu işləyə bilərsiniz. Yəni ki, 3 fənni bir yerdə. Mən 3 fənni vaxtını çatdıra biləcəmmi, çatdıra bilməyəcəm. Yoxsa riyaziyyatı 1 saat, kimyanı 1 saat, fizikanı 1 saata yaza bilirsən evdə. Amma gedib 3 saatda onu orada yaza bilirsənmi, biraz şübhəlidir. Çatdırmaya bilirsən. Biraz da imtahanda insan mükəmməliyyətçi olur və bunu da düz yazın, bunu da düz yazın, bunu da diqqətsiz səhv eləməyin, bunu da yoxlayım deyirsən, vaxtını gedir. Halbuki imtahanda elədiyin, evdə elədiyin kimi imtahanda eləməlisən. Okay, nəsə bu qədər blok çalışmalarımız başlayır. Başlayır. İnsan mən də ən azından indi başlayır real. Amma yenə də sıkıntı kardeşim. İzlədiyiniz üçün təşəkkürlər. Like atmağı və abunə olmağı unutmayın. Abunələrim gecə azalır, yenə azalır. Amma nəysə özüm də imtahan hazırlaşmaya davam edərək seçə bilmirəm. Ümid edirəm ki, bundan sonra seçə bilərəm. Seçə bilməsəm də sıkıntı. Yaydan başlayaram. Daha yaxşı projelerim var. Yəni bu il eləmədiyim şeyləri icadənin eləməyi fikirləşirəm. Bu qədər. Təşəkkürlər izlədiyiniz üçün.